İsrail və ABŞ-ın İrana qarşı müharibəsi bundan sonra hansı ssenarilər üzrə davam edə bilər? Tramp administrasiyası Konqresdən əlavə maliyyə xahiş eləyəcək. 200 milyard dollara gəlincə bu rəqəm dəyişə bilər. Əlbəttə ki, pis adamları məhv etmək üçün pul lazımdır. Savaş qızışır. Artıq qaz yataqları və zavodları da vurulur. Bu müharibənin region və bütün dünya üçün hansı nəticələri ola bilər? Əslində, dünya mediasının və analitiklərin təhlilləri əsasında bu suallara cavab tapmağa çalışıb. Təxminən 3 həftədir ki, davam edən müharibədə İranın ali dini lideri Əli Xameneyinin, eləcə də digər siyasi və hərbi liderlərin öldürülməsi İranda rejim dəyişikliyinə səbəb olmadı və görünən budur ki, İslam rejimi təslim olmaq niyyətində deyil. Washington Post qəzetinin yazdığına görə ABŞ-ın Qüdsdəki səfirliyinin İsrailin mənbələrinə əsaslanan açıqlamasında deyilir ki, İran böyük itkilərə baxmayaraq sarsılmazdı və sona qədər mübarizə aparmağa hazırdır. Dövlət Departamentinin məlumatına görə yüksək vəzifəli İsrail rəsmiləri ABŞ diplomatlarına bildiriblər ki, hətta İranda yenidən etirazlar başlasa belə, İslam İnqilabı Keşikçiləri Korpusu etirazları yatırmaq gücündədir. İranşünas analitiklərin sözlərinə görə idarəetmənin başında duran əsas fiqurların aradan götürülməsinə baxmayaraq, rejimin ayaqda qalması onun tək adam sisteminə bağlı olmamasından qaynaqlanır. İrandakı sistem avtoritardır, lakin monarxiyalarda və ya klassik diktaturalarda olduğu kimi tək bir şəxsə bağlı deyil. Qərarlar Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosuna bənzər şəkildə kollektiv qəbul edilir və hakimiyyət kifayət qədər mərkəzləşdirilmiş şəkildə bölüşdürülür. Görünür, Xamneynisiz bir dövr üçün hazırlıqlar çox əvvəldən görülüb, indiyə qədər rejimin zirvəsində heç bir parçalanma görünmür. Siyasi təhlilçilər rejimin möhkəmliyini onun az qala yarım əsrdir yürütdüyü siyasətlə izah eləyirlər. 1979-cu ildə qurulduğu gündən bəri İslam rejiminin əsas ideoloji sütunlarından biri düşmənlərlə mübarizə ideyasına söykənib və 10 illiklər ərzində daha güclü rəqiblərə qarşı ayaqda durmaq üçün asimetrik müharibə strategiyaları və taktikalarında böyük təcrübə toplayıb. 1980-ci illərdən bəri tətbiq edilən iqtisadi və texnoloji sanksiyalar isə asimetrik yanaşmalara vurğunu yalnız gücləndirib. Riddle analitik platformasının yazdığına görə hazırki münaqişədə İran asimetrik müharibədə məhz daha zəif tərəf kimi çıxış eləyir. Yəni münaqişənin miqyasını və nəticələrini maksimum dərəcədə artırmaq üçün qonşu ölkələrin iqtisadiyyatlarına və cəmiyyətlərinə hücum eləyir. Tehran ümid edir ki, uzunmüddətli müharibə ABŞ və İsraildə ictimai rəyə təsir edəcək. Müharibə əleyhinə əhval-ruhiyyəni alovlandıracaq və hərbi kampaniyaya qarşı daxili müxalifəti gücləndirəcək. Əgər qəfil geniş miqyaslı quru əməliyyatı başlasa və müttəfiqlər qısa müddətdə uğur qazana bilməsələr, Vaşinqton və Təl-Əviv yaxınlaşan ABŞ Konqresi və İsrail Knesset seçkiləri fonunda ciddi daxili siyasi problemlərlə üzləşə bilər. Riddle analitik platforması İranda başlayan müharibənin ehtimal oluna biləcək ssenarilərindən yazıb. Riddle'ın təhlilinə görə İranda hakimiyyət dəyişikliyinin baş verməsi üçün indiyə qədər görünməmiş çoxlu sayda xalq kütlələri ayağa qalxmalıdır. Bu isə müttəfiqlərin ildırım sürətli yerüstü əməliyyatları ya da İrandakı əsas təhlükəsizlik qüvvələrinə qarşı sistemli və güclü zərbələrlə rejimin sarsıdılmasından sonra mümkündür və bu şəkildə insanlar rejimi devirə bilərlər. İsrail və bəlkə də ABŞ rejimi zəiflətmək üçün İrandakı etnik azlıqları dəstəkləməyi düşünür. Xüsusilə İran kürdlərinin sərhəd ərazilərini ələ keçirməsinə kömək etmək planları var. Lakin bu cür addımlar böyük risklər daşıyır və əks nəticə də verə bilər. Fars millətçiliyini alovlandıra və əhalini İslam rejimi və ya digər anti-Amerika qüvvələri ətrafında birləşdirə bilər. Mümkün ssenarilərdən biri etnik xəttlər üzrə bölünmüş müxtəlif siyasi və hərbi qruplar arasında uzunmüddətli qarşıdurmalarda zəifləmiş və parçalanmış İran ola bilər. Bu isə güclü Fars millətçiliyi ənənəsinə malik bir ölkədə tez bir zamanda vətəndaş müharibəsinə çevrilə bilər. Belə bir ssenaridə xarici oyunçular öz regional maraqları ilə müxtəlif qrupları dəstəkləməyə başlayacaqlar. Bu halda ən ağır zərbə Cənubi Qafqaz və Orta Asiyadakı kiçik qonşulara dəyəcək. Nəşr mövcud rejimdən olan islahatçılar və mühafizəkarlar koalisiyası ilə danışıqların başlayacağını istisna etmir. Bu şəkildə güclü dövlətlər Tehranda proqnozlaşdırılır və danışıqlar yolu ilə həll edilə bilən bir hökumətə sahib olacaqlar. Lakin hələ ki belə bir dialoqa başlamaq üçün heç bir perspektiv görünmür.
Reuters agentliyinin martın 17-sində yüksək vəzifəli İran rəsmisinə istinadən verdiyi məlumata görə, İranın yeni ali dini lideri Müştəbə Xamenei iki vasitəçi ölkənin nümayəndələri tərəfindən gərginliyin azaldılması ilə bağlı Tehrana bildirilən təklifləri rədd eləyib. Agentliyin anonimlik şərti ilə danışan mənbəsinin sözlərinə görə, Xamenei hesab eləyir ki, İran ABŞ və İsraildən sərt və ciddi qisas almalıdır. Bu mövqe onun yeni ali dini lider təyinatından sonra xarici siyasət məsələləri ilə bağlı keçirilən ilk müşavirədə səslənib. ABŞ və İsrail diz çöktürülməyincə, məğlubiyyətini etiraf eləməyincə və kompensasiya ödəməyincə sülh üçün əlverişli vaxt olmayacaq. Müştəbə Xameneinin görüşdə şəxsən iştirak edib etmədiyi dəqiqləşdirilməyib. Bu arada Tehran ABŞ və İsrailin zərbələri dayandırılana qədər hər hansı bir atəşkəs ehtimalını rədd eləyir. ABŞ prezidenti Donald Trumpın NATO müttəfiqlərinə müraciəti də cavabsız qalıb. Deutsche Welle kanalında müsahibə verən Donald Trumpın birinci prezidentliyi dövründə milli təhlükəsizlik məsələləri üzrə müşavir olmuş John Bolton deyib ki, biz hərbi fazadan rejimi dəyişmədən çıxsaq, hər şey əvvəlki kimi qalacaq. Onda İran rejimi daha çox qisas almağa can atacaq. Ona görə də əgər Trump rejimin dəyişməsinə nail olmasa, müharibəni başlaması mənasız olacaq. Trump indiki vəziyyətdə qələbə elan eləyib bütün qüvvəni oradan çıxara bilər. O buna qadirdir və bu problemdir. İran öz zərbələri ilə Körfəz ölkələrini ABŞ-a daha da yaxınlaşdırmış oldu. 25 ildir yalan danışan rejimlə diplomatiyanın mənası yoxdur. Yaxın Şərqdə sabitliyin yeganə təminatı bu rejimin getməsidir. ABŞ və İsrailin İrana qarşı müharibə ideyasının dalana dirəndiyini düşünən siyasi təhlilçilər hesab eləyirlər ki, problem prezident Trumpın siyasi hesablamalarını düzgün aparmamasındadır. Donald Trump İranın Körfəz ölkələrini, oradan ABŞ-ın bazalarını, infrastrukturu bombalayacağını, Hörmüz boğazını blokadaya alacağını hesablamamışdı. Bu cür düşünən təhlilçilərin ümumi qənaəti bundan ibarətdir ki, Trumpın başlıca səhvi dini fanatik liderlərin yanaşmasını başa düşməməsidir. Amerikaşünas politoloq Aleksandra Filipenko isə hesab eləyir ki, Yaxın Şərqdəki müharibə şəxsən Donald Trump üçün ona görə önəmlidir ki, bu onun prezidentliyinin varisliyini müəyyən eləyəcək. Həm İbrahim razılaşmalarına, həm də Yaxın Şərq ölkələri arasında münasibətlərin normallaşmasına və ümumilikdə bölgədə sabitliyə, xüsusilə də İran rejiminin təhdidinin aradan qaldırılmasına, bütün bunlara Trump öz prezidentliyinin varisliyinin təminatı kimi baxır. İranda başlayan müharibə nəticəsindən asılı olaraq həm regiondakı, həm də regiondan uzaqdakı ölkələrə bu və ya digər şəkildə təsir göstərəcək. Bəzi siyasi təhlilçilərin fikrincə İslamçı rejim hakimiyyətdən gedərsə və ABŞ-ın maraqlarına cavab verən siyasi qüvvə hakimiyyətə gələrsə, bu Cənubi Qafqazdan, ilk növbədə də Azərbaycandan keçən orta dəhlizin şaxələnməsi, Orta Asiyaya yeni alternativ marşrutun açılması demək olacaq. ABŞ-ın İranda təsirinin güclənməsi, Şimal-Cənub nəqliyyat dəhlizi ilə əlaqəli strateji iqtisadi layihələrin risk altına düşməsi anlamına gəlir. Avtoritar dini rejimin hakimiyyətdən getməsi eyni zamanda İran neftinin 80%-ni idxal edən Pekinin İran nefti üzərində nəzarətini itirməsi riskini özündə daşıyır və bu onun Vaşinqtonla uzun müddətli iqtisadi rəqabətdəki mövqeyini əhəmiyyətli dərəcədə zəiflədə bilər. Siyasi təhlilçilər hesab eləyirlər ki, İranda başlayan müharibə uzanarsa bu qlobal iqtisadiyyata təsir eləyəcək. Hörmüz boğazının bağlanması ilk növbədə İranın özünə təsir eləyəcək. Lakin aprelin əvvəlində neft tədarükündə uzun müddətli fasilələr qlobal enerji qiymətlərini kəskin şəkildə artıra bilər. Zəncirvari reaksiya bütün dünyaya, o cümlədən inflyasiyanın onsuz da ağırlı problem olaraq qaldığı Avropa Birliyinə də yayıla bilər. Həmçinin enerji təchizatının pozulması da dünyada qiymət artımına gətirib çıxara bilər.